Kızlar salam, necəsiz? Hazırlıq aparıram. Oradan da markete gedəcəm. Bir iki şey alınmalıdır. Kızımın da dişi ağrıyır. Sabah yəqin ki onu həkimə aparacaq. Çünki neçə gündə artıq ağrıyır və yemək yedikdən sonra 5-10 dəqiqə ağrıyır. Sonra keçir, amma yenə də ağrıdır. Onu elə saxlamaq olmaz deyə düşünürəm. Sabah aparacaq. Yəqin ki onu təmizləyəcəklər ya da bilmirəm başımıza nə gələcək. İnşallah ki yaxşı olar. Kızlar demək, gözəli qoydum hazırda getdim. Demək, Trendyol sifarişim yoxdur hələ ki. Çünki Trendyolda qiymətlər məncə biraz qalxıb. Ona görə heç nə vurmamışam. Belə bir krem vurmuşam. Çox tərifləyirlər. Bir xanım var, Instagramda izləyirəm, blogerdir. Onda görürəm tez-tez. Ona görə fikirləşdim ki, yəqin ki yaxşı olar. Çünki ondan bir-iki dəfə də o dediyi, məsləhət gördüyü bir-iki şey sınamışam. Xoşuma gəlib. Ona görə baxın, belə bir kremdir. Retinol tərkibli. Çox qəşəng, iyi gəlir. Bilmirəm bu nəyin idi, kremin idi. Çünki açmamışam. Gəl açaq bir yerdə elə belə. Bir yoxlayım görüm. Kremin iyiymiş. Mən də deyirəm ki, elə bir parfüm sıxıblar üstünə. Kremin iyiymiş. Çox gözəl iyisi var. Çox qəşəngdir. Bu gecə kremidir qızlar. Ancaq gecə istifadə eləməliyik. Retinol tərkibli yazılıb. Onarıcı bakım kremi. Demək, niasinamid var 3% tərkibində, arbutin, kollagen. Çünki o xanım istifadə edəndən sonra səhər paylaşmışdı və üzü şüşə kimi idi. Məndən çıxanda istəmişdi Ozmo. Ona da Ozmolar aldım belə. Əslində bunu istəmişdim. Mən bunu da aldım ki kızımın diş ağrıyır, biraz sevinsin. Hal-hazırda hazırlıqdadır. 5-də gedəcəm götürməyə. Hələ söz vermişəm ki, sənə kotlet eləyəcəm. Nə vaxt eləməmişəm. Ona görə bugün ona kotlet eləyəcəm. Amma kotlet üçün ət çəkməliyəm. Əti çıxarmışam, qoymuşam ki açılsın və ona ət çəkim. Burada kartof və soğanı soyuram, ət üçün hazırlayıram ki, maşından keçirdəcəm. Və bunları edərkən sizlərlə bir mövzu haqqında danışmaq istəyirəm. Bu, mənə gələn mənfi rəylər haqqındadır. Demək, bu mənfi rəylər nədən ibarətdir? Çox vaxt mənim səs tonumla bağlıdır. Və yazırlar ki, çox sakit danışırsınız, yavaş, sönük danışırsınız, enerjisiz danışırsınız. Yəni mən bunların hamısını bilirəm. Səs tonumun yavaş olduğunu da bilirəm. Çünki mən həyatda da sakit danışıram, yavaş danışıram və bunu qismən düzəltməyə çalışıram. Bu YouTube-a başladıqdan sonra onu hiss eləmişəm. Düzəltməyə çalışıram, amma bunu qismən düzəldə bilərəm deyə düşünürəm. Çünki ümumi səsimi, səs tonumu dəyişmək məncə mümkün olmayacaq. Gələk mənfi rəylərə. Bir xanım öz fikrini çox mədəni formada ifadə eləmişdi və yazmışdı ki, biraz ruhlu danışın, motivasiyalı danışın. Mən bunu özümə hətta bir məsləhət kimi götürmüşdüm və bundan sonra fikir verdim ki, həqiqətən mən asta danışıram. Çalışdığım qədər biraz bunu düzəltməyə çalışdım, yəni cüzi də olsa. Amma bir xanım deməyəcəm, xanıma yaraşan bir rəy yazmamışdı bir nəfər və onun rəyini düzdür sildim. Çünki istəmirəm ki, mənim vloqlarımın altında bu cür kobud ifadələr yer alsın.
və mən o xanıma istədim birinci cavab yazam, düzün desəm. Sadəcə fikirləşdim ki, sonradan bu insanın, yəni beyni ilə, başı ilə əlaqəli bir şeydir. Normal insan bu cür kobud tərzdə heç bir tanımadığı insana belə mənfi rəy yazmaz və dediyim kimi həmin rəyi də sildim. Sizlərlə sadəcə bu mövzuya toxunmaq istədim. Yəni mənim səs tonumun mənim enerjimlə heç bir əlaqəsi yoxdur. Əslində çox enerjili biriyəm. Sadəcə sakit danışıram. Burada artıq əti çəkmişəm və hazırlayıram. Həmişə belə pingvin kloklardan istifadə edirəm. Çox rahat olur və belə hissə-hissə ayırıb əti yerləşdirirəm. Qızlar, əti belə hazırladım. Kloklara yığdım. İndi yerləşdirirəm buzluğa. Mən həmişə belə eləyirəm. Demək, burada qoz çəkirəm. İstəyirəm çuğundur salatı eləyim. Biraz qoz açdım. Belə çəkəcəm. Orada demək çuğundur qoymuşam. Mayonezim də var. Sarımsaq da vuracağım. 1-2 diş. Yəni 1 diş. Çox vurmaram yəqin ki. Belə çuğundur salatı hazırlayıram. İndi hazırlayayım. Sizə də göstərəcəm. Əslində qozlu çuğundur salatını çox sevirəm. Sadəcə sarımsaq çox yeyə bilmirəm, mədəmi incidir deyə. Bu mənim güzgümün üstü. Yəni indi buranı səliqəyə salarıq birlikdə. Çünki çox qarışıb. Həmişə istifadə olunan yerdir deyə gözəl də çıxardanda məsəl üçün rezinləri filan hər yerdədir. Ona görə buranı indi səliqəyə salarıq bir yerdə. Baxın, məhsullarım da artdı qızlar. Görün nə qədər, məsəl üçün, həqiqətən uyğun qiymətə aldım da, yəni bunları. Bu kremlər, bu üz pilingi, nə bilim, sonra Purestin bu demək belə serumu, sonra nə almışam? Purestin belə bir serumu da var. Bunu göz altlarıma istifadə edirəm. Qaralığı aradan qaldırır. Düzdür, gözaltı qaralığı biraz yuxu rejimi filan genetik faktorlarla bağlıdır, amma bu da işə yarayır, yəni qismən də olsa. Sonra belə bir saç yağı almışdım, yadınızdadırsa. Yəni bunların hamısını yəni yerləşdirməliyəm artıq. Bununla da işimiz bitib, gözəl burnu filan tutulurdu deyə bunu burada saxlamışdım. Hamısını səliqəyə salacağım. Bitən parfüm şüşələriniz adı hamısını atacağım və sizlə də çəkəcəm indi. Bayaq corab geydirmişəm gözələ. Bu da onun qalıb belə göz bandı taxmışdım. Göz bandının kağızı da qalıb. Əslində istəyərdim ki, güzgünün üzərini tam, yəni təmizləyim və heç nə saxlamayım üstündə, çox az şey saxlayım. Sadəcə yerim olmadığına görə, siyirmələr dolu olduğuna görə məcbur belə istifadə edirəm. Burada tez-tez qarışır və mən tez-tez buranı yığışdırmalı oluram. Bir də qızlar, inanırsınız ki, mən o Sleepy salfetlərindən hələ ki almaq mənə qismət olmayıb. Əslində çoxdan da almaq istəyirəm. Sadəcə nə fürsət olmayıb, həm də gözəllə məşğulam deyə apar gətir hazırlıq filan marketə düzəməlli gedə bilməmişik. Ona görə inşallah nə vaxtsa qabağıma çıxsa alacağam. Təmizləyərkən bunları yığıram taxtın üstünə, fikirləşirəm ki, mənə rahat olacaq, amma əksinə çox çətin olur, belim ağrıyır bunları silməkdən. Tozlarını alıram. Güzgü demək pəncərə tərəfdədir deyə demək olar ki, hər gün silinsə də yenə bunların üstü tozun içində olur, kremlərin üstü, nə bilim. Əslində bu toxunma səbətlər çox əlimdən tutur, içlərinə yığıram hər şeyi. Sadəcə Temudan istəyirəm ki, o saxlama qablarından alım, yəni orqanayzerlərdən sifariş edim. Qızlar, mən buranın üzərinin belə maksimum yığışdırdım, çalışdım yəni.
Baxım məhsullarını bura yığdım çünki çoxalmışdılar. Ətirləri hələ ki belə düzdüm. Onun üçün bir şey fikirləşəcəm və demək bu gözəl istifadə eləyir. Antibiotikdir. Dişi şişdiyinə görə həkim yazıb 5 gün onu içəcək. Sonra dişin gedəcək həkimə və bu da şotkalardır. Şotkaları heç vaxt hamamda saxlamıram. Həmişə bura qoyuram. Çünki bilmirəm, yəni necə deyim, elə bilirəm ki, bakteriya üstünə, bilmirəm, mən əvvəldən beləyəm, saxlaya bilmirəm orada. Və belə, bu da gözəl yaş salfetkasıdır, hələ ki qoymuşuq, bura götürəcəyik. Yəni belə təmizlədim, maksimum başqa yeri yoxdur. Yəni siyirmələr də doludur, həm də belə saxlayıram ki, yəni götürüb istifadə eləmək mənə daha rahat olur. Baxım məhsulları haqqında danışmışkən, mən bu Purestin demək, bu serumu yoxladım üzümdə. İşə yarayır. Həqiqətən ilk dəfədən də görürsünüz ki, işə yarayır. Amma bilmirəm, indi işlətdikcə də deyəcəm sizə. Mən istəyirəm ki, məsələn, həmişəlik nəticə alım da, amma görürəm ki, yox. Sadəcə bir-iki dəfəlik nəticə alırsam və yenidən o qara nöqtələr filan geri qayıdırmış kimi gəldi mənə. Amma yenə də istifadə edəcəm. Hələ ki 2 dəfə istifadə etmişəm. Arasında 3 gün fasilə verməklə çox istifadə eləmək olmaz. Çünki dərini çox həssaslaşdırır. Bunu istifadə elədim. Sonra da səhv elədim. Bu dərimi biraz həssaslaşdırdı. Sonra da götürdüm belə bir peelinglə üzümü yudum və üzümdə xırda ağaq səpkilər əmələ gəldi. Yəni üzüm çox həssaslaşdı da. Ona görə bir müddət dayandırmışam. Çünki ikisini bir arada istifadə eləmək məncə ikisi də üzü dərini həssaslaşdırır deyə ikisi də bir yerdə istifadə eləmək məncə olmaz. Bunu özüm kəşf elədim. Sonra da gecələr bu Today's retinol, kollagen belə tərkibli krem vururam. Bu qəşəngdir, xoşuma gəldi. Üzüm səhər duranda yumşaq olur və çox belə məxmər kimi, necə deyim, demək pürüzsüz, belə gözəl bir dəri olur səhərlər duranda. Bilmirəm bu da nə qədər qalıcıdır və yaxud həmişəlik nəticə almaq olurmu? Amma hələ ki xoşuma gəlir, istifadə edirəm. Yəni baxım məhsulları sonuncu aldıqlarım bunlardır. Ona görə dedim ki, sizə də fikir olsun. Qızlar, bir də tonal kremlər haqqında danışmaq istəyirəm. Mənim 3 dənə tonal kremim var. Biri bu sonuncudur, aldığım Trendyoldan vurmuşdum. Demək, bunu bəyənirəm. Qəşəngdir, üzümə də düşdü, dərimə. Yəni sevdim bunu, xoşuma gəldi. Belə necə deyim, lap belə ürəyim getməsə də, amma mənim üçün kifayətdir gündəlik istifadə etməyə. Bunu özəl günlərdə istifadə edirəm. Bu çox qəşəngdir. Biotanın örtücülüyü biraz yüksəkdir buna nisbətən. Çox qəşəngdir bu. Ona görə bunu az-az istifadə edirəm ki, özəl günlərdə istifadə eləyim. Və bir də sizə nə deyəcəm? Bura qoymuşam yəqin ki. Burada gündəlik istifadə elədiyim şeylərdir. Bu BB krem, yəqin ki bilməyəniniz yoxdur. Araz marketdən almışdım, səhv edirəm. Çox gözəldir, çox bəyənirəm də. Yəni 5 manat olmağına baxmayaraq effektiv falan çox xoşuma gəlir. Örtücülüyü olmasa da, yəni yüngül örtücüdür, amma yəni üz dərimə çox düşür. Dedim sizə də göstərim. Ən çox istifadə etdiyim budur. Üzümdə məsələn çox baxıram ki, problem yoxdur da, ləkə falan yoxdur. Sadəcə ton bərabərsizliyi falan var. Ona görə bunu istifadə edirəm. Amma görürəm ki, ləkəlidir, üzüm səpib, nəsə problem var, onda örtücü kremlərdən. Belə gedim, qızımı indi hazırlığa aparacağım. Sonra bilmirəm, yəqin ki evə qayıdaram. Görək necə, neyniyəcək. Burada artıq səhərsi gündür. Gəlirik baldızımgilə. Baldızımın nəvəsi ilə gözəl oynasınlar, vaxt keçirsinlər deyə. Və gözəl də Selinə oyuncaq, yuxu dostu bir pişik almışdı. Özünə də kromi aldı. Və burada sizin üçün çəkmişəm. Çox maraqlıdır. Nəfəs alır demək. Uşaq yatanda buna sarılıb, qucaqlayıb yatır.